Salam, hər vaxtınız xeyir. Bu dərsimiz Transact SQL dərslərimizin operatorlar mövzusuna aid son dərsimizdir. Bu dərsimizdə mürəkkəb sorğularda bir neçə operatorun istifadəsi və onların yerinə yetirilməsi ardıcıllığı barədə danışacağıq. Bildiyiniz kimi istədiyimiz nəticəni almaq üçün biz sorğuda bir neçə şərt qoya bilərik. Bu şərtlərdə müxtəlif operatorlardan istifadə edə bilərik. Operatorlar cədvəldə göstərilən ardıcıllıqda yerinə yetirilir. İlk növbədə adi mötərizələr arasında olanlar icra olunur. Daha sonra vurma, bölmə, bölünməyən qalıq riyaziyyat operatorları yerinə yetirilir. Ondan sonra toplama, çıxma, riyaziyyat operatorları, daha sonra müqayisə operatorları yerinə yetirilir. Daha sonra məntiqi operatorlar və sonda bərabərdir operatoru yerinə yetirilir. Bu cədvəli yadınızda saxlamağınız məsləhətdir. Əgər operatorlar eyni səviyyədədirsə, hesablamalar soldan sağa edilir. Bu ardıcıllığı dəyişmək üçün adi mötərizələrdən istifadə olunur. Mötərizələrin arasında olan ifadələr birinci hesablanır. Bu ardıcıllıqlara nümunə üzərində baxaq. Sadə bir sorğulardan başlayaq. Bu sorğuda operatorların hamısı eyni səviyyədədir. Buna görə də soldan sağa icra olunur. Birinci 8-dən 2 çıxılır. Daha sonra nəticəyə 3 əlavə olunur və nəticədə 9 alırıq. Bu sorğuda isə iki fərqli səviyyəli operatorlar var. Burada ilk növbədə 2 3-ə vurulur. Nəticədə 6 alırıq. Daha sonra alınan nəticəni 8-dən çıxırıq və nəticədə 2 alınır. Bu ardıcıllığı dəyişmək üçün adi mötərizələrdən istifadə olunur. Bu zaman biz fərqli nəticələr alırıq. Burada ilk növbədə 8-dən 2 çıxılır, daha sonra alınan nəticə 3-ə vurulur. Yəni 6 3-ə vurulandan sonra nəticədə 18 alırıq. Sonuncu sorğuda ilk növbədə alt səviyyəli mötərizələr icra olunur. Yəni 5-in üstünə 2 gəlinir və nəticədə 7 alırıq. Daha sonra 3 səviyyəli mötərizələr icra olunur. Yəni 8-dən 7 çıxılır, nəticədə 1 alırıq və daha sonra alınan nəticə 3-ə vurulur, nəticədə 3 alırıq. Mürəkkəb sorğularda operatorların yerinə yetirilməsi ardıcıllığı çox vacibdir və buna daha çox diqqət etmək lazımdır. Məsələn, gəlin belə bir sorğuya baxaq. Northwind bazasından istifadə edək. Biraz əvvəl qeyd etdik ki, ilk növbədə daha yuxarı səviyyəli operatorlar yerinə yetirilir. Əgər operatorlar eyni səviyyədədirsə, hesablamalar soldan sağa edilir. Bu sorğuda 3 saylı employee tərəfindən Weist, Jobs, Optic adlı sifarişçilər üçün bağlanan sifarişlər tapılır. Həmçinin 4 saylı employee tərəfindən bağlanan və 2 saylı daşıyıcı tərəfindən daşınan sifarişlər tapılır. Baxın, nəticədə 75 sətir alırıq. Sorğunun nəticəsində alınan sətirlərin sayını burada görürük. Və yaxud sağ küncdəki hissəyə baxmaqla sətirlərin sayını təyin edə bilərik. Bizim istədiyimiz bu idimi? Ola bilsin bizim istədiyimiz 3 və ya 4 saylı employee işçi tərəfindən Weist, Jobs və Optic adlı sifarişçilər üçün bağlanan və 2 saylı daşıyıcı tərəfindən daşınan sifarişlərdir. Bunu almaq üçün operatorların ardıcıllığını dəyişməliyik. Nəticədə 75 sətir deyil, cəmi 4 sətir aldıq. Buna görə operatorların ardıcıllığını bilmək olduqca vacibdir. Burada nə baş verdi? İlk növbədə employee ID bərabərdir 3, or employee ID bərabərdir 4 alt mötərizədəki şərt yerinə yetirildi. Daha sonra üst səviyyəli mötərizədəki şərt icra olundu. Yəni customer ID in Weist, Jobs, Optic and employee ID bərabərdir 3 və employee ID bərabərdir 4 şərtin nəticəsi. Və sonra alınan nəticəyə and-dən sonra gələn şərtin nəticəsi əlavə olundu.
and Shopify-a bərabərdir 2. Gördüyünüz kimi istədiyimizi aldıq. 3 və 4 saylı employee işçi tərəfindən Vice Jobs və Optic adlı sifarişçilər üçün bağlanan və 2 saylı daşıyıcı tərəfindən daşınan sifarişləri tapdıq. Bundan qabaqki sorğu isə bizə başqa nəticə vermişdi. Nəticədə 3 saylı employee tərəfindən Vice Jobs və Optic adlı sifarişlər üçün bağlanan sifarişləri tapıldı və 4 saylı employee tərəfindən bağlanan və 2 saylı daşıyıcı Shopify tərəfindən daşınan bütün sifarişləri tapıldı. Gördüyünüz kimi ilk baxışdan eyni olan sorğularda mötərizələr qoymaqla fərqli nəticələr ala bilərik. Yaxşı olar ki, sorğu yazanda ilk dəfələrdə biraz əvvəl baxdığımız cədvəli çap edəsiniz ki, gözünüzün qabağında olsun, ondan sonra sorğunu yazmağa başlayın. Hələlik bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərsimizdə mövzunu tamamlamaq üçün yeni testlər olacaq. Hamınıza uğurlar arzu edirəm. Gələn dərsimizdə görüşənədək.